Mən bir şiə olaraq Allah Təbarək və Təalanın qiyamətdə görünməsinə inanmıram. Bəli. Bunun barədə sizin nəzəriniz nədir? İbn Baza deyirəm və digərlərinə deyirəm. Deyir ki, sən kafirsən. Vucuhun yevme izin nazira ilə rabbihə nazira. İlə rabbihə. Yəni üzləri Rəblərinə nazira. Baxacaqlar. Baxacaqlar. Burada görmək üzə nisbət edildi. Yəni gözlə. Və bu ayə dəlildir ki, qiyamət günü möminlər Allahı görəcəklər. O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır. O gün neçə-neçə üzlər də tutulub qaralacaq və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.